Səs qət oldu. Səs yoxdur. Səs yoxdur. Bəli, mən üzrlü sağ. Macid bəy elə bizim bir problem yarandı. Mahmud bəy, buyurun siz davam verin. Acaba bu məsələyə görə bir dəyərlendirmə. Macid bəy demişkən bu son çalışırdı ki, Hacızadə keçdi muşəhlərin ki, bilən şəhər muşəyi yaradıblar. O şəhər muşəki ilə, raketləri ilə dünyaya meydan oxusun və göstərsin ki, Amerikaya mənə həmlə eləsəm, mənim burada minlərcə raketim vardı. Orada illər bunlar həmişə manovr eləyəndə Amerikanın bayrağını ayaqlayıb keçərdilər. Ölüm olsun Amerikaya deyilərdi. Bu dəfə fəqət İsrailə ölüm olsun deyildi və çalışdılar ki, hətta elə Quds hərəkatında ki, bunlar ildə bir dəfə qoyarlar. Bu dəfə çoxlu cəmaət qatılmamışdı, amma yenə də Supah tərəfindən şüarlar verilirdi. Ölüm olsun Amerikanı yığışdırmışdılar. Yəni bunlar hamısı göstərir ki, qorxudadırlar. Yəni bu mesajı, Trump'ın mesajını, Amerikan mesajını ciddi alıblar. Bilirlər ki, bu seyri Trump şuxusu şakası yoxdur. Əgər istəsə vuracaq. Elədir. Ona görə bunlar çox ağır bir durumdadılar. Yəni indi eləyə bilmirlər. Daha o cür qədimki kimi meydan oxuyalar ya çalışırlar ki, bunlar Trump'ın yolunu gedələr. Yəni Xameneyi nəqşi Trump'ı oynaya başlaya, Amerikanı təhdid eləyə. Təhdid eləyəndən sonra bir yolun başlaya məsələn deyək, necə oturuq müzakirə eləyək. İranın indi təhdid etmə qabiliyyəti yoxdur. Ona görə başlayıb ölüm olsun Amerikanı yığışdırıb, hələ ölüm olsun İsraili deyir. O da üçün daha ondan hələ onu fikirlik üçün deyib də daha indi onu eləyə bilər müəyyən qədər qabaqcasın. Amma İsraillə də Amerika məsələsi o qədər qıfıllanıb bir-birinə. Heç bir-birindən ayrılmaq olmaz. Yəni indi Trump'ın gəlməsi, Trump tam İsrailin indi əməldə sözsüz kimi gedir. Yəni Netanyahu ilə tam birlikdə strateji hərəkət edirlər. Yəni bu da iki ixtilaflar vardı. Və İran hala bunu düşünməyibdi ki, bir dənə ölkəyə ölüm olsun deyəndə ilə xarici işlər siyasətinin, strateginin onun üstünə qoysa, o ölkəni eləyib qabağa aparmaq olmaz. Dış siyasətlərdən utuzaq. Və o 30 manat kötəni də millətdən. Əslən, Mahmud bəy, Avropanın özü də Trump ilə çox demək olar münasibətləri ilə İran qəziyyəsində çox yaxşı olubdur. Yəni birinci dəfə də Amerika, demək olar Avropa, Amerika ilə elə bərabər gəlir İran qəziyyəsinə görə ya bu nüvə ancaq xəstəliyisinə görə. Sağ Macid bəy, sizin bir probleminiz var. Macron siz bu nöqtəni deyim sözüm Macid bəyə. Elə Macron bu ki Amerika ilə çətinlikləri vardı, Avropanın nümayəndəsi olaraq sözsüz olaraq gedirdi qabağa Fransa. Amma bu dəfə gördük ki, fövqəladə bir cələsə qoydular İran üstündə. Bu aslında görünməmişdi ki, Amerika ilə İranın problemi var. Fransa sən bir ısrar cələsə qoysan, demək məsələ çox ciddiymiş. Amma bunlar istəmişlər Amerikaya siqnal versinlər ki, biz sənin yanındayıq. Əgər sən İrana savaş başlasan, biz savaşda şirkət edəcək və Amerikanın yanındayıq. Yəni da bu İranın da Avropa kartı da əlindən gedibdir. Yəni Avropa kartı da əlində yoxdur. Qonşularla da şu abdəsi bəlli. Doğru. Macid bəy, sizinlə o danışıqlar arasında problem yarandı, kəsildi. Buyurun sözlərinizin davamını eşidən Mahmud bəy. Bir də bu üzr istəyirəm Macid bəy. Sualım ki, dəyərli Mahmud bəydən bu oldu. İran bu məsələni acaba ciddi alıbdır? Bu savaş nə qədər ehtimalı var ciddi olunsun və elə Trump dediği kimi ya o rəsanələrin bəsləndiyi kimi Amerika ilə gerçəkdən İrana saldırsın? Sağ olun Araz bəy, bağışlayın, mənim bağlantımda bir sorun oldu, bir ləhsə kusura baxmayın. Dediyim kimi İran həqiqətən özünü mövzu zəifdə hiss edir. İçəridə ciddi bir ekonomik problem var. Enerjidə sorun yaşayır, bərqdə, suda sorun yaşayır. Ələn neçə gündür İsfahanda məsələn bu su etirazları davam edir və əvvəl dəfə olaraq İsfahanlı əkinçilər Yəzdə gedən su lülələrini qırdılar və Yəzdin suyunu kəsiblər və yəni hər tərəfli İran özünü mövzu zəifdə hiss edir. Həm daxili siyasətdə, həm xarici siyasətdə. Ona görə İran rejimi yaxşı bilir ki, məcburən müzakirəyə getməlidir, müzakirə eləməlidir və Xameneyinin bu boş-boş şüarları məncə heç bir yəni mənası yoxdur və özləri də bilirlər mənası yoxdur və ona görə də addım-addım geri gedirlər. Baxın, məsələ bugün İranın Genel Kurmay Başkanı, yəni Rəis-i Stad-ı Müştərəki
ki özü də Azərbaycanlıdır, türkdür, əhərlidir. Gedib Kuruşun bağışlayın Təxti Cəmşiddə sivil qiyafətlə, yəni qeyri-nizami paltarla sülh və barış mesajı yayır. Çox maraqlıdır. Bu cür bir vəziyyətdə normalda mesela neçə gün bundan qabaq xatirinizdə olsa bu elə bu tartışmaların əvailində Xamneyə danışıqlarının birində sağ tərəfində 3-4 dənə Sipahın fərmandehlərini və Ərtəşin fərmandehlərini nizami paltarla oturtturmuşdu ilk dəfə olaraq. Başının üstünə də yazmışdı Allaha təvəkkül, bilməm Allah nə desə o olacaq falan. Yəni tam bir savaş, müharibə mesajı verirdi. İndiki müharibə məsələsi ciddiləşib. İranın rəis istihadı müştərəki Genelkurmay Başkanı gedir Təxti Cəmşiddən sivil qiyafətlə, qeyri-nizami paltarla sülh mesajı yayır. Deyir, biz dünyada sülh istəyirik, bölgədə sülh istəyirik. İnşallah genel sülh ilə olsun. Yaxçı, bunların hamısının siyasətdə mənası var. Yəni elə ittifaqı, məsələ bir gün Xameneyi Sipahın fərmandehlərini orada oturdub, bir gündə ittifaqı İranın rəisi istihadı müştərəki gəlib qeyri-nizami paltarla sülh mesajı verməz. Yəni bunların siyasətdə mənası var. Hər halda və yaxud bayrağı, Amerika bayrağını qaldırırlar, Ruzi Qudusda Amerikanın əleyhinə şüar vermirlər və s. İndi İran görür ki, mövqeyi zəifdədir və necə deyirlər, çalışır ki, bir dənə əqəbnişini qəhrəmananə və ya möhtərəmanə eləsin. Keçən səfər çərxişə qəhrəmananə eləmişdi. Bu dəfə indi istəyirlər əqəbnişini qəhrəmananə və ya möhtərəmanə eləyələr. Amma siyasət o cür deyil ki, sən mövqeyi zəifdə oldun, geri attın, tərəf müqabil deyə hədə olsun böyle qolu məruf müştəbəh olub biləsinə, olsun, bunun da halını müraciət eləyək, neynər falan. O cür deyil. Siyasətdə sən nə qədər mövqeyi zəifdə oldun, nə qədər geri attın, tərəf müqabil o qədər qabağa gələcək. İndi biləxər Amerikanın və İsrailin əslində, belə baxanda Amerikanın, İranın çox da bir dərdi yoxdur. Amerikanın dərdi Çindir, Rusiyyədir. Amerika xavərmiyanəni istəyir, boş versin. Amma tüm burada bir İsrailin əmniyyəti məsələsi var və Amerikada Yəhudi sərmayəsi bəlirləyicidir, Yəhudi lobisi bəlirləyicidir. Amerika biləxər oradakı Yəhudi lobisinin və Yəhudi sərmayəsinin necə deyirlər, qayğılarını gözətmək üçün deyir ki, biz İran məsələsini həll eləməliyik. Və İsrailin də mütalibələri bəllidir. Həstəyi məsələsi ortadan qalxacaq, muşəki məsələsi ortadan qalxacaq, niyabəti məsələsi ortadan qalxacaq. Aya İran indi müzakirəyə getsə, müstəqim müzakirəyə də getsə, Xameneyin nühar tapırtlarına rəğmən hazır olacaq ki, 3 dənəni tamamı kəmal verə? Məncə biraz bəiddir. Amma təbəsa istəyə ki, hifz-i nizam ocəb-i vacibatə siyasətinə görə da məcbur qalsı üçündən də vaz getsə. Amma o zaman da o Cumhuri İslamı bu Cumhuri İslam olmaz. Xatırlayaq ki, Qəzzafi bu şərtlərə boyun əydi. 8 il sonra isyan çıxdı. Qərb ölkələri Qəzzafiyə müdaxilə elədilər və Qəzzafi heç bir özündən müdafiə mekanizmi yox idi. Yəni o cür bir məsələ də biləxərə Cumhur İslamının müqəddəratında ola bilər. Əgər bütün bu şərtləri qəbul eləsə, bu şərtləri qəbul elədiyi zaman Cumhur İslamı xəl-islah olur. Xəl-islah olduğun zaman Qəzzafi kimin bir gecə ansızın səni həll eləyərlər. Sən ultimatlar bu İranın o indiyəcək dediği sözlər Xomeynidən bu yana, yəni 57 inqilabından bu taya bütün onlar hamısı sual altına gedir millətin yanında. Millət elə bu şəhid ailələri, qazi ailələri oturub özlərindən sual soruşacaqlar. Nəyə bizim oğlumuz getdi, canını əldən verdi? Nəyə mənim akrabam, familim getdi, canını əldən verdi? Ya elə bu ancaq demək olar İslamgərələr ki, indi İranda vardılar, bunlar elə hamısı şək-şübhə ilə bu nizamını durmağına baxacaqlar ki, elə gerçəkdən bu demək olar müxaliflər, opozisyon dediğiniz kimliymiş bu inqilab? Elə özünü saxlamağa görə hər müamiləyə demək olar əl atırmış.
Elə İran rejiminin çox saydıkı böhranı var. Bayaq saydıq ekonomi böhranı, beynəlmiləli rəvabit böhranı, su böhranı, enerji böhranı. Ən böyük böhranlarının biri də məşruiyyət böhranıdır. Rejim öz paygah ictimaisində belə artıq məşruiyyət böhranı yaşayır. Qalsın ki, elə müxaliflər, ümumi mərdum, nə bilim, qeyri-fars millətlər, qeyri-şiələr falan, qadınlar, uşaqlar, işçilər, əməhlilər, pərəstərlər, bunların hamısı tamam. Amma rejimin bir dənə də özünün o, necə deyirlər, kemikləşmiş, yəni sümük şəklində sərtləşmiş bir paygah ictimaisi var. Rejim artıq onların içində də məşruiyyət böhranı yaşayır və bu şərtləri qəbul eləsə, o paygah ictimaisində əldən verəcək və məşruiyyətsiz bir rejim də xəli silah olandan sonra